Qiymət 20.000 manat endirildi. Əzizimiz, bir dənə bu cümlənin gözəlliyinə, şirinliyinə baxın. Qiymət 20.000 manat endirildi. Bəli, düz eşitdiniz. Masazır qəsəbəsi Zaur Həsənov küçəsi 6 nömrəli məktəbə 400 metr yaxınlığında həyətyanı sahəsi tamir daşlarla bəzədilmiş və 4 avtomobil daxil olan, pultla idarə olunan jalüz qapısı, bir dənə də əl qapısı olan paket kupça. Özdə 4 otaq yox, 5 otaqlı evimiz endirildi 20.000 manat və qiymət 115.000 manata düşdü. Həyətyanı sahədə görürsünüz, ağac güləkmək üçün yeri, mərkəzi kanalizasiya sistemi, suyu, işığı, qazı, hər şey qaydasında. Həyətdə görürsünüz belə bir işıqlandırmaları, daha sonra pəncərələri gözəl, xarici görünüşü görürsünüz, qabançıq daşlarla bəzədilib. Zirzəmi hissəsi 5 daş kürsüdə olan bu evimizin keçidə içərisi ilə sizləri tanış edeyim əzizlərimiz. Deməli, monolit beton qoşadaş. Bax, mərtəbələr arası monolit beton qoşadaş. Pləkanı betondan, baxın, ikinci mərtəbəyə baxın. Pləkanı betondan, yəni pləkanın kənarlığı belə özü beton kimidir. Baxın, harda deməli, kafe görürsünüzsə, oralar istif oldu. Bir-bir sizləri vaxt vermədən otaqlarınızla tanış edeyim. Baxın, belə bir gözəl qonaq otağımız. Daha sonra yaşlılar düşünərək, baxın, 5 otaq deyirəm, amma burada da belə bir qəşəng yataq otağımız mövcuddur. Daha sonra deməli mətbəx hissəmizi göstərim sizlər üçün əzizlərimiz. Mətbəx hissəmiz və burada həyətinizi korlamırsınız. Arxa tərəfdə yenə bu yerimiz var ki, burada manqal üçün əlverişlidir. Baxın, belə bir yerimiz də əzizlərimiz burada deməli mövcuddur. Deməli, gəlirik. Keçid edib sizlər üçün sanuzerdə. Üst qapılar da gözəl, aboylar da gözəl. Burada deməli belə bir sanuzerimiz. Qalxırıq ikinci mərtəbəmizdəki yataq otaqları ilə sizləri tanış edeyim. Bir daha qeyd edirəm. 20.000 manat qiymət endirilib və 115.000 manatla satışdadır. Abonun gözəlliyinə baxın, həqiqətən olduqca və ikinci mərtəbənin balkonu, koridor hissədə belə bir dekorativ gözəl aboy hissəsi həqiqətən baxın. Olduqca gözəldir. Yaxından gəlib özünüzdə görə bilərsiniz. Balkona çıxışır və burada da 3 yataq otağımız var. Ümumilikdə 5 otaqdan ibarət. Baxın, bir qonaq otağı genişliyində maşallah olsun. Belə bir yataq otağımız. Burada keçmiş anları xatırladan belə bir aboy seçimindən istifadə olunur. Belə bir yataq otağımız və bu da növbəti 3-cü yataq otağımız. Qeyd edim ki, bir daha təkrarçılıq olmasın. Evimizin sənədləri paket kupçadır. Mərtəbələr arası monolit beton qoşadaşla inşa edilib və son olaraq keçid edək. Balkon hissəsini sizlərə göstərməyəcəyimiz, baxın, belə bir gözəl balkon hissəmiz mövcuddur. Satışda hal-hazırda, yəni qiymət baxımından, yerləşmə baxımından bundan münasibət tapa bilmərsiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Səhifədə əlaqə nömrələrimiz var. Bizimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah amanında qalın.